Hər vaxtınız xeyir olsun. Salamlayıram hər birinizi. Bildiyiniz kimi bu gün də 24 iyun 2026-cı il müəllimlərin sertifikasiya imtahanı keçirilibdir və imtahandan uğurla keçən müəllimlərimizi təbrik edirəm. Hər birisinə uğurlar arzulayıram. Deməli müəllimlər, bugünün sualları, metodika sualları digər sertifikasiya imtahanlarına nisbətən biraz ağır olubdur və müəllimlərimizin yadında qalan suallar var, sizinlə paylaşacağam. Belə deyək də, summativ qiymətləndirmədən sual olubdur müəllimlər. Baxın, qiymətləndirmədən, ümumiyyətcə məktəb daxili qiymətləndirmədən sual görmüşük. Sertifikasiyaların hamısına düşübdür demək olar ki. İnteqrasiyadan 2 dənə sual olubdur. Müəllimlər tam şəkildə xatırlamırlar. Geniş situasiyalar olubdur. Yəni onu burada mən tam şəkildə xatırlamadıqlarına görə paylaşa bilmirəm. Sadəcə məlumat kimi verirəm ki, inteqrasiya mövzusuna təkrar baxın müəllimlər. Müəllim-şagird münasibətlərindən sual düşübdür. İdrakdan 2 dənə sual olubdur. Nə yadda qalıbsa onu paylaşıram. Deməli, sual bu şəkildə olubdur ki, sinifə xaricdən gələn, xarici ölkədən gələn bir dənə şagird var. Şagird gəlibdir və həmin şagird sinifə uyğunlaşa bilmir, adaptasiya ola bilmir. Müəllimin atacağı addım deyir, necə olmalıdır? Necə olmalıdır? Situasiyanın bu qismi yadda qalıbdır, mən də bunu sizlə paylaşıram. Müəllimin atacağı addım yeni gələn şagirdin adaptasiyası üçün sinif yoldaşlarının həmin o şagirdlə, yəni onunla əməkdaşlıq etməsini şərait yaratmalıyıq. Ona məktəbi tanımasını təmin etmək lazımdır ki, qoy bu şagird zamanla sinifə adaptasiya olsun. Aydındırmı? Yəni ən düzgün variant bu variant olubdur. Müəllimimiz də bu variantı götürübdür. Sonra summativ qiymətləndirməyə aid olan fikir istəyibdir. Aid olan fikirdə bu variantımız olubdur. Məzmun standartlarının mənimsənilmə səviyyəsini müəyyən edən qiymətləndirmədir. Məktəb daxili qiymətləndirmədən hər il sertifikasiyada sual görürük. Üçüncü sual belə olubdur ki, məktəbə yeni gələn müəllim var. Bax, yeni bir müəllim gəlib məktəbə, təyin olunubdur. 8-ci sinif şagirdləri heç bir halda həmin müəllimi sevmirlər. Həmin müəllimi qəbul etmək istəmirlər. Bu zaman müəllim bu problemi aradan qaldırmaq üçün hansı addımları atmalıdır ki, həmin o problem həll olunsun. Diqqətlə oxuyacaqsınız variantları. Müəllimin atacağı ən düzgün addım hansı olacaq? Müəllim nə edə bilər? Həmin o 8-ci sinifə dərs deyən, dərs keçən digər müəllim yoldaşları ilə ünsiyyətə girərək sinifin vəziyyəti haqqında məlumat ala bilər ki, bu halı biləndən sonra artıq o müəllim peşəkarcasına o sinifdə özünü şagirdlərə sevdirə biləcək. Yəni, şagirdlər də həmin müəllimi sevməyə başlayacaq. Nəyə görə? Çünki müəllim o sinifə dərs deyən digər müəllim yoldaşları ilə danışacaq. Danışan zaman nəyi müəyyənləşdirəcək? O sinifdəki şagirdlərin xarakterini, belə deyək də, onların xüsusiyyətlərini, onlara necə yaxınlaşmaq lazımdır, nə etmək lazımdır, hamısını öyrənəcək yeni gələn bir müəllimədir. Zaman içərisində artıq o şagirdlərlə, belə deyək də, özünü sevdirəcək. Və bu problem bu şəkildə aradan qaldırılacaq. Aydındırmı? Yəni, ən düzgün variant bu olubdur. Variantları diqqətlə oxumaq lazımdır. Və salam, yadda qalan suallar bunlardır, müəllimlər. Yenə də müəllimlərimizin yadında qalan təkrardan yadlarına nə düşsə, mütləq bu kanalda sizinlə paylaşacağam. Kanalıma abunə olun, videonu maksimum dərəcədə paylaşaq ki, digər müəllimlərimizin də məlumatı olsun. Diqqətiniz üçün təşəkkür edirəm.